Deməli, uşaqlar, indi keçirik səhifə 38-ə. Firefighters, yanğını söndürənçilər. Sam is a firefighter. Sam yanğın söndürənçidir. Firefighters help people. Yanğın söndürənçilər insanlara kömək edir. They have a special clothes. Onların xüsusi paltarları var. Sam has a coat, plant and boots. Səmin axıra gəlirik. Ayaqqabıları, yəni çəkmələri, şalvarı və ceketi var. Yəni qalın üstdən geyilən paltara kot deyilir. He has a special hat too. Onun həmçinin xüsusi papağı var. It is a helmet or dəbilqədir. Firefighters use special equipment. Yanğın söndürənçilər xüsusi ləzimatlardan istifadə edirlər. It helps Sam to his job. Bu, Sam'ın işin görməkdə kömək edir. This is a firehouse. Bu, yanğın söndürən evdir. There are many firefighters at this firehouse. Deyir, bu yanğın söndürən evində çoxlu yanğın söndürənçilər var. Sonra, there is a dog too. Orada həmçinin it də var. His name is Sparky. Onun adı Sparky'dir. This is Sam's fire truck. Bu, Sam'ın yanğın söndürən kamazıdır və yaxud da maşınıdır. Truck həm kamaz deməkdir, həm maşın deməkdir. It is red. O, qırmızıdır. There is a big ladder. Orada böyük nərdivan var. The truck has a lot of water. Kamazın və yaxud da dediyim kimi maşının çoxlu suyu var. Firefighting is a great job. Yanğın söndürənçiliyi çox möhtəşəm işdir. What do you want to be? Sən nə olmaq istəyirsən? Uşaqlar, what do you want to be-yə də diqqətli olun. O da sınaq və imtahanlara düşür hər dəfə.